Natural ədədlər. Birinci. Ədədi 17-yə böldükdə natamam qismətdə 3, qalıqda isə 16 alınır. Bu ədədi tapın. Bölmənin tərifinə görə natamam qisməti vuracaq bölənə üstə gələcək qalıq. 51, 16, 67. Cavab D bəndi. İkinci. Ədədi 19-a böləndə natamam qismətdə 3, qalıqda 14 alınır. Belədir, ədəd tutaq ki, x-i 19-a böldük, natamam qismətdə 3, qalıqda 14 alınır. Bölmənin tərifinə görə x-i tapanda 19-u 3-ə vurub üstə 14 gəlinir. 57, 14, 71. Cavab Y bəndi. Üçüncü. Ədədlərin hansı 18-ə qalıqsız bölünür? 18-ə bölünmə qaydası belədir. 2-yə və 9-a bölünən ədədlər 18-ə bölünür. 2-yə bölünmə qaydasını biliyor, axır cüt olmalıdır. A bəndi olan bilməz, cavab D bəndi olan bilməz, Y bəndi olan bilməz. Cavab ya B-dir, ya C-dir. Bunlar ola bilməz. Deməli, indi 9-a bölünməsi üçün isə rəqəmlərin cəmi 9-a bölünməlidir. B bəndində rəqəmlərin toplayanda 7, 4, 3, 14, bu da 11, 25. Bu bölünmür 9-a. C bəndinə baxaq. C bəndində 4, 7, 7, 5, 4. Toplayanda 11, 18, bu da 9, 27. Bu 9-a bölünür. Deməli, cavab C bəndidir. Dördüncü. Ədədlərin hansı 15-ə qalıqsız bölünür? 15-i yazırıq 3 vurmaq 5 kimi. Deməli, ədəd 3-ə və 5-ə bölünməlidir. 5-ə bölünmə belədir ki, sonuncu rəqəm ya 0 ya 5 olmalıdır. Dördüncüdə deməli, A bəndi ola bilər, B bəndi ola bilər, C, hamısı ola bilər. Bir də qaldı 3-ə bölünmə. 3-ə bölünmə qaydası isə belədir ki, rəqəmlərin cəmi 3-ə bölünsə, ədəd 3-ə bölünür. Yoxlayaq, A bəndində rəqəmlərin cəmi 20 edir, bu 3-ə bölünmür. B bəndində rəqəmlərin cəmi 20 edir, bu da bölünmür. C bəndində 9, deməli 10, 9, 15, 22, bu da bölünmədir. D bəndində 3, 4, 7, 14, bu da 4, 18. D bəndi cavab. Bir də yoxlayaq. 3, 4, 7, 4, 0 rəqəmlərin cəmi 18 edir. Cavab D bəndi. Beşinci. X-in hansı qiymətində ədədi 9-a bölünür? 9-a bölünməsi üçün rəqəmlərin cəmi 9-a bölünməlidir. Rəqəmlərini toplayaq. 14 üstə gəl x. X-in yerinə 4 yazsıq. 14 üstə gəl 4 edir 18. Başqa rəqəmləri yoxlasıq alınmır. Deməli, x 4-dür. X 4, Y bəndi 5-ci cavabı. 6-cı. Ədədi 8-ə böləndə qalıqda hansı ədəd ola bilməz? Aydın məsələdir ki, hər hansı ədədə böləndə qalıq ondan kiçik olmalıdır. 8-ə böləndə qalıq 0-dan 7-yə qədər 8-ə qalıq alınır. Yəni 8-ə bölünürsə 8-ə qalıq. 9-a bölünürsə 9-ə. Burada 8-ə bölünür 8-ə qalıq olmalıdır. 0-dan 7-yə qədər. 0 özü də qalıq sayılır. Burada 9 olan bəd. Cavab B bəndi. Çünki 8-dən böyükdür. 7. Ədədlər 2-yə və 5-ə tam bölünəni göstərir. 2-yə də bölünürsə, 5-ə də bölünürsə, onda 2 vur 5-ə, ona da bölünməlidir. Ona bölünməsi isə sonu 0 olmalıdır. Cavab Y bəndi 1690. Sonu 0'dır buna. 7'nin cevabı Y bəndi. 8. Ədəd 2'ye və 3'ə tam bölünəni göstərir. 2'ye 3'ə bölünən ədəd 2 vur 3'ə deməli 6'ya bölünür. 2'ye və 3'ə tam bölünəni. 2'ye bölünməsi üçün axırı cüt olmalıdır. 2'ye və 3'ə tam bölünəni 2 vur 5'ə 10'a da bölünməlidir. 2'ye və 3'ə tam bölünəni 2 vur 3'ə 4 edir 18. Başqa rəqəmləri yoxlasıq alınmır. Deməli,
Deməli, Y bəndinə C bəndi cavab ola bilməz. Qalan 3 bəndi yoxlayaq. A-nı, B-ni, D-ni. Rəqəmlərin cəmi 3-ə bölünməlidir. A bəndində rəqəmlərin cəmini toplayanda 21 edir. Hələ cavab A bəndidir. Bir də yoxlayaq. A bəndində ədəd 64.452-dir. Rəqəmlərinə baxaq. 6, 4, 4, 5, 2, 10, 14, 19, 21 edir. Cavab A bəndi 8-də. Keçək 9-a. Kitab, dəftər və qələmin birlikdə qiyməti 16 manatdır. Hər birinin qiyməti 2 manat artarsa, hər birindən bir ədəd almaq üçün nə qədər pul verilir? 3 dənə deməli, burada ləvazimat var da, kitab, dəftər, qələm. Hər biri 2 manat artsa, cəm artmalıdır 6 manat. 16-ın üstünə 6 qələsi 22 edir. Cavab olur 22 manat. Y bəndi. 10-cu. Ədədlərin neçəsi təkdir? Tək ədədlər tək rəqəmdən qutaran ədədlərə deyilir. Tək rəqəmdə 1, 3, 5, 7, 9, yəni sonu 1, 3, 5, 7, 9 olanlar təkdir. Onda nədir? Ədədin neçəsi təkdir? 22 cütdür, 55 təkdir. 63 təkdir. 303 təkdir. C bəndi 3-ü tək oldu. Bir də yoxlayaq. 22 yox, 55, 63, 303, bir də var, 399, deməli 4-dür. 4 dənə deməli D bəndi. 11. Ədədi 7-yə böldükdə qalıq hansı ola bilməz? Ədədi 7-yə böləndə qalıq 7-dən kiçik olmalıdır. Deməli, qalıq 8 ola bilməz. B bəndi. 12. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 643 ulduz 4 rəqəmləri 9-a qalsı bölünsün? 6, üstə gəlir 4, üstə gəlir 3, üstə gəlir ulduz. Elir 13 plus ulduz. 9-a rəqəmlərin cəmi 9-a bölünən ədədlər bölünür. Ulduzun yerinə 5 qoysuq, 18 eləyər, 18-ə 9-a bölünər. Deməli, ulduz 5 olmalıdır. Cavab C bəndi. Nömrə 13. Ulduzun əvəzinə hansı rəqəm olmalıdır ki, 4 rəqəmlər də 9-a bölünsün? 5, üstə gəl 13, 5, üstə gəl ulduz, üstə gəl 6, üstə gəl 2. Toplayanda eləyir 13, üstə gəl ulduz. Ulduzun yerinə burada qoymaq lazımdır 5. 9-a bölünməsi üçün. Cavab Y bəndi. 13-cün cavabı Y bəndi. 14. 630 ədədinin neçə müxtəlif sadə vurğu var? 630 sadə vurğuları ayıraq. Yaza bilərik 63 vur 10. 63, 7 vur 9-dur. 9-da 3 2-dir. 17, 10-da 2 vur 5 yaza bilərik. Deyir, neçə müxtəlif sadə vurğu var? Müxtəlif sadə vurğular 2-dir, 3-dür, 5-dir, 7-dir. Elir 4 dənə. 14-də 4 dənə. Cavab C bəndi. 15. İfadəsinin qiyməti neçə olur? 57, 37. Vurma, paylamaq qanunundan istifadə edək. Birinci, ikinci toplamdan 57-ni çıxardaq mötərizə xaricinə. Qalır 38, üstə gəl 42. 3-dən 4-dən mənfi 37-ni çıxardaq. Qalır 38, üstə gəl 42. 38 üstə gəl 42 80-dır. Təzədən 80-i çıxardaq. Qalır 57, çıx 37. 57-dən 37 çıxanda 20. Bu deyilir 1600. Bu səmərəli yollardır da. Bu əməllər sırasını eləmədik. Y bəndi. 15 Y bəndi. 16.
Burada da həmin qayda ilə 37-dən çıxardaq mötərizə xaricinə 54 üstəgəl 46 mənfi 24-ü çıxardaq mötərizə xaricinə 54 üstəgəl 46. 54 ilə 46-nı toplayan deyilir 100. 100-ü təzədən çıxardaq mötərizə xaricinə 37 çıxır 24. 37-dən 24 çıxanda 13, 13-ü də 100-ə vuranda 1300. C bəndi. 16-cı cavabı C bəndi. 17. Əkob 19-38 eləyir 38. Çünki qayda belədir. Ədəddən bir o birinə bölünürsə, böyük ədəd əkobdur, kiçik ədəd əbobdur. Əbob 12-13. Ardıcıl gələn natural ədəddir 12-13. Onların əbob 1 eləyir. Ardıcıl gələn natural ədəddir. Çıxanda o deyir 37. Cavab B bəndi. 18. Əkob 30-54. 30-54 çıxsın əbob 30-54. 30-54-ün əkobunu tapmaq üçün sadə vurğuları ayıraq. 30 eləyir 5 vur 6, 6 da eləyir 2 vur 3. 2 vur 3 vur 5. Sonra 54-ü sadə vurğuları ayıraq. 54 9 vur 6-dır. 6 2 vur 3'dür. 9 da 3 vur 3'dür. Eləyir 300. 2 vur 300. Deməli, əkob tapaq indi bunlar üçün. Əkob 30-54. Əkob tapanda heç olmasa birində iştirak edən hər bir vurğu götürürük. 2'ni də götürürük, 3'ü də, 5'i də. Heç olmasa birində var. 3'ü böyük olanı. 300. Bu əkob. 270. Sonra əbobunu tapaq. Əbob 30-54. Əbob tapanda o vuruq ikisində də gəlir ola. İkisində də olan vuruq 2-dən 3'dür. Az sayla. 2 bir dənə, 3 də bir dənə. Bu da 6 eləyir. Sonra bunların fərqini tapırıq. 276, 264. 18-ci cavabı 264. 264 B bəndi. Sonra 19. Bölünəni 4 dəfə azaltdıqda böləni necə dəyişmək lazımdır? Qismət 3 dəfə artsın. Bölünəni 4 dəfə azaldanda qismət 4 dəfə azalır. Böləni deyir, necə dəyişmək lazımdır? Qismət 3 dəfə artsın. Onda biz böləni gərək azaldaq ki, qismət artsın. Böləni də 3 dəfə artıraq. Böləni də 3 dəfə artırsıq. Böləni 3 dəfə artıranda böləni 3 dəfə azaldaq. 3 dəfə azaldanda qismət 3 dəfə artacaq. Bölünəni 4 dəfə azaldanda 4 dəfə də 1 azalacaq. Bölünəni 4 dəfə azaldanda böləni necə dəyişmək lazımdır? Qismət 3 dəfə artsın. Deməli, bölünəni 4 dəfə azaldanda qismət də 4 dəfə azalır. Böləni necə dəyişmək lazımdır ki, 3 dəfə artsın? Onda böləni də 3 dəfə azaltmaq lazımdır təzədən. 4 dəfə 1 azaldacaq, 3 dəfə də 1 azaldacaq. 4 vur 3. 12 dəfə azaltmaq lazımdır. Cavab D bəndi. Bunun yazılı izahını almaq istəsək, bu olsun birinci şahi qayda, ikinci. Deməli, bölünən, bölən, qismət. Deyir ki, böləni 4 dəfə azaltdıq. Bu A-nı 4 dəfə azaltdıq. Böləni necə dəyişmək lazımdır? Tutaq ki, böləni də K dəfə dəyişmiş. Qismət 3 dəfə artsın. Qismət 3C olsun. Burada görə nə alınır? Bölmənin tərifinə görə A bərabərdir BC. Buradan da A bərabərdir 3C'ni BK-ya, bir də BK-ya vururuq.
Bunu bir dəfə də 4-ə vuruq. Bu eli buradan tapanda A nə olur? 12 B 12 BC K 12 BC K A BC'ye bərabərdir. Bunlar gedir. Kalır 1 bərabərdir 12K K da bərabərdir 12'də 1. Deməli bir adım şu K dəfə dəyişmək lazımdır. K 1'dən böyük olsaydı K dəfə artmış olacaqdı. K 1'dən kiçik olanda onun tərsi dəfə azalmış olur. K 12'də 1'dir. 1'dən kiçikdir. Deməli bunun da tərsi 12'dir. Deməli 12 dəfə azalmaq lazımdır. 12'də 1'dən kiçik görsəniz ki azalmaq lazımdır. Bəs nə qədər? Bu 12'də 1 tərsi qədər. 12 dəfə azalmaq lazımdır. Yazılı izahı da budur. 20. N'in hansı qiymətində əkol N'dən 10'a bərabərdir. Deməli onda belə çıxır ki, N 10'un böləni olmalıdır. Onun bölənləri də 1'dir, 2'dir, 5'dir, 10'dur. Cavab bunlardır. 1, 2, 5, 10. Deməli 21. N'in hansı qiymətində əbob N10 N'ə bərabərdir. Əbob N10 N'ə bərabərdir. N 10'un böləni olmalıdır. N deməli bərabər ola bilər 1, 2, 5, 10. 10 baydətlərə bölündüyünə görə baydətlər özü əbob olur. 1, 2, 5, 10. Cavab C bəndi. 22. Vakifin addımı 80 santimetr. Sabirin addımı 70 santimetr. Hansı en yaxın məsafədə onların hər ikisinin tam sayda addım atar? Tam sayda addım atması için ilk dəfə addımların üst-üstə düşdüyü yerdən başlanğıca qədər məsafə 80'da 70'e bölünən ən kiçik ədəd olmalıdır. Bu da 560'dır. Cavab 560. C bəndi. Niyə görə belə götürülür? Vaqif addımını atır, hər 80 santıdan bir ayaq izləri düşür yerə. Sabir ise her 70 santıdan bir düşür ayaq izləri üst-üstə. Her 70 santıdan bir. Her 70 santıdan bir ayaq izləri üstə düşür. Deməli həmin o 560 santimetr yolda Vaqif 7 addım atır. Sabir 8 addım atır. Gəlib ayaq izləri üstə düşür. Yəni 560 santimetr yolda Vaqifin addımı 7 dəfə yerləşir. Sabirin addımı 8 dəfə yerləşir. Cavab 560. 23. Deməli belə bir ifadə verir. Bir qiymətini hesablayın. 100'dən 99 çıxaq. Yəni belə qruplaşdıraq da 100 çıx 99. Üstə gəl 98 çıx 97. Üstə gəl 96 çıx 95. Üstə gəl nöqtələr üstə gəl 2 çıx 1. Hər mötərizənin cavabı 1'dir. Burada 100 ədəd var. 2 götürəndə 50 dənə 1 var. 50 dənə 1'i toplayanda 50 eləyir. Cavab D bəndi. 24. Deyir, ədədin 15'e bölməsini alın, qalığı tapın. Bu 1'dən 10'a qədər ədədlərin hasilində 3 və 5 vurğu olduğundan bu hasıl bölünür 15'e. Onda 27'ni bölməli 15'e. 27'ni də 15'e böləndə bir dəfə, qalıq da düşür 12 dəfə. Cavab 12. A bəndi. 25. 25 də həmin qayda ilə
1'dən 10'a qədər ədədlərin hasilində 3 var, 6 var, 18'e bölünür. 7 qalır 32. 32'ni də 18'e böləndə 1 qalır 14. Cevap 14. A bəndi. Yox, 14'lər də B bəndi. 25'te cevap A bəndidir. A bəndi. 24'ün cevabı nədir? O da A bəndi. 26. 4A, 5B, 7 ədədi 3'e tam bölünür. Onda bunun rəqəmlərin cəmi 4, üstə gəl A, üstə gəl 5, üstə gəl B, üstə gəl 7. Yəni 16 üstə gəl A, üstə gəl B 3'e bölünməlidir. Onda buradan çıxır ki A plus B 2 olmalıdır. A plus B 2 olmalıdır ki 16 üstə gəl 18 eləsin bölünsün 3'e. Sonra 2'den başqa neçə ola bilər? Söhbət gedirsə 2'den sonra 2'nin sözkəndə 5 də ola bilər. Doğrudan da 5'in son 6 yəni 21 eləyir. Sonra 8 də ola bilər. 8'in son 6 yəni 24 eləyir. 3'e bölünür. A plus B 2, 5, 8 ola bilər. Amma bizdən soruşur ki A plus B cəm hansı ola bilməz? 8 ola bilər, 2 ola bilər, 9 ola bilməz. 9 ola bilməz. 11 ola bilər. Niyə? 11'in son 6 gələndə 11'in son 6 gələndə 27 eləyir. O da ola bilər. 17'in son 6 gələndə neçə eləyir? 17'in son 6 gələndə 33. 17 də ola bilər. Burada yoxlamaq lazım idi 18'e qədər. Çünki A ilə B rəqəmdir hər ikisi. Uzağı bunlar 9 ola bilərlər. 9 üstə 9 edəndə 18 eləyər. Mən az yoxlamışdım. Axıra qədər yoxlamaq lazımdır. 2, 5, 8, 11, 17 ola bilərlər. Və nə ola bilməzlər? 9 ola bilməzlər. Cavab C bəndi. 27. Ədəd 3'e tam bölünür. Gedək. Bu rəqəmlərin toplayanda 2, 3, 8 eləyir 13. Üstə gəl A, üstə gəl B. Hansı ədəd ola bilməz? Deməli, A plus B hansılar ola bilər? 1 yox, 2 ola bilər. Sonra 3 artır da 5 ola bilər, 8 ola bilər, 11 ola bilər, 14 ola bilər, 17 ola bilər. Sonra 20 ola bilməz. Uzağı 18'e qədər gəlir də 9'u. Bunlar ola bilər. Və hansı ola bilməz? 27'ye baxaq. 8 ola bilər, 5 ola bilər, 7 ola bilməz. 7 son çıxanda 20 C bəndi ola bilməz. 28. A bərabərdir 6 vur 15 vur 21. Ədədin neçə müxtəlif sadə vurğu var? 6 yazar 2 vur 3, 15 yazar 3 vur 5, 27 yazar 3 vur 7. Deyir, ədədin neçə müxtəlif sadə vurğu var? Müxtəlif sadə vurğular burada 2'dir, 3'dir, 5'dir, 7'dir. 4 dənə. Cavab 4. A bəndi. 29. A bərabərdir. 6'ın yerinə 2 vur 3, 8'in yerinə 2 vur 2 vur 2, 35'in yerinə 5 vur 7 yazaq. Neçə müxtəlif sadə vurğu var? Müxtəlif sadə vurğular 2'dir, 3'dir, 5'dir, 7'dir. 4 dənə. Cavab Y bəndi. 30. Bölünəni 15 dəfə artırdılar. Bölünəni 15 dəfə artırdılar. Qisməti 5 dəfə artması üçün böləni necə dəyişmək lazımdır? Bölünən A'dır. 15 dəfə artırdılar.
Qismətin 5 dəfə artması üçün böləni necə dəyişəcək? Tutaq ki, böləni k dəfə dəyişdik. Qismət də 5 dəfə artır. Buradan alınır A bərabərdir BC. Buradan alınır ki, A bərabərdir 5BCK böl 15. Bu da bərabərdir BCK böl 3. BC ilə A gedir. 1 bərabərdir K böl 3. K bərabərdir 3. Birdən böyük alınıbsa, deməli 3 dəfə artırmaq lazımdır. Cavab olur 3 dəfə artırmaq B bəndi. O da hələ belə şifahi yazanda bəzən yazırlar ki, 15-i 5-ə bölünər. 15 böl 5, birbaşa belə yazırlar. Tazı gərək başa düşülsün də. Başa düşülmə variantı mən yazdım bu cürdür. 30, B variantı 30. A ədədi B-nin böləni olarsa, A B-nin böləni olarsa, onda əbob AB A olur da. Cavab B bəndi. 32. A və B müxtəlif sadə ədədlər olarsa, əbob AB müxtəlif sadə ədədlər olsa, əbob AB 1 eləyir. C bəndi. 33. A ədədi B-nin böləni olarsa, A B-nin bölənisi əkob AB B olar. 33-də cavab B. 34. A və B qarşılı sadə ədəd olarsa, əkob AB onda A vur B olar. A vur B, cavab Y bəndi. 33-də cavab B bəndi. 34-də Y bəndi. 35. Təkliflərdən hansı doğru deyil? A bəndi. Tək ədədlə cüt ədədin hasili tək ədəddir. Səhvdir. Cavab A bəndi. Tək ədədi cüt ədəddən burada cüt eləyir. 36. Təkliflərdən hansı həmişə doğru deyil? Tək ədədlərin hansı tək ədəddir? Düz. B bəndi. Cüt ədədlərin cəmi cüt ədəddir. Düz. C bəndi. Hər biri 5-ə bölünən NATO ədədlərin cəmi də 5-ə bölünür. Düz. D bəndi. NATO ədədlərin nisbəti NATO ədədidir. Bu səhvdir. D bəndi səhvdir. Niyə? NATO ədədlərin nisbəti natural olmaya bilər. Məsələn, 3 də naturaldır, 2 də naturaldır. Böləndə 1/5 eləyir, 1/5 natural deyil. 37. Əkob 60-175-i tapaq. Əkob 60-ı ayırıq sadə vurğulara. 2 vur 2 vur 3 vur 5'dir. 175'i ayıraq sadə vurğulara. 5'ə böldük, elədi 35. Bu da 5, 7. Bunu elədik. Sonra neyəcək? Əkob tapanda bütün vurğular götürülür. Hansında çox sayıcısa o sayda. 2, 2 dəyə götürülür. 3 bir dənə, 5 2 dənə, 7 bir dənə. 210. 37'nin cevabı 210. 210. 210 nötr oldu. 210. Belki 21.100 değil. 121. 2100. D bəndi. Böləni 8 dəfə artırdıq. Bölən 8 dəfə artdı. Bölən 8 dəfə artanda qismət 8 dəfə azalır. Bölünləri necə dəyişmək lazımdır? Qismət 3 dəfə artsın.
Onda 8'i vururuq 3'ə 24 dəfə artırmaq lazımdır. A bəndi. Başa düşülməyəndə o dediyim qayda ilə eləmək lazımdır. 39. M və N tək ədədlər olarsa, ifadələrin hansının qiyməti cüt ədəddir? İfadənin hansının qiyməti cüt ədəd olar? M də N də tək ədəddir. Təki təkə böləndə tək eləyir. A bəndi təkdir. B bəndi. Tək ilə təki toplayanda cüt olur. Cavab B bəndi. 40. M ədədinə 13 əlavə etdikdə alınan cəm 50-dən 27 vahid kiçik olur. M ədədinə 13 əlavə etdikdə alınan cəm 50-dən 27 vahid kiçik olur. M ədədinə 13 əlavə etdikdə alınan cəm 50-dən 27 vahid kiçik olur. Deməli, M üstəgəl 13 bərabərdir 23. M bərabərdir 23 çıx 13. M bərabərdir 10 olur. Y bəndi. 41. Həm 2-yə həm də 3-ə bölünən ədədi göstər. 2-yə bölünməsi üçün axırı cüt olmalıdır. Deməli, D ilə C cavab ola bilməz. 3-ə bölməyi yoxlayaq. A, B, Y-yə baxaq. Rəqəmlərin cəmi 3-ə bölünən olmalıdır. A bəndində rəqəmlərin cəmi 13-dür. Bu getdi. B-də rəqəmlərin cəmi 11-dir. Bu da getdi. Y-də rəqəmlərin cəmi Y bəndidir cavab. 1, 6, 0, 8 toplayanda 15 eləyir. 15-dəki 3-ə bölünür. Cavab Y bəndi. 42. Toğrul'la Arif'in 5 ildən sonra yaşlarının cəmi 29 olacaq. Deməli, hərəsi 5 yaş böyüyüb, onda əvvəlki yaşı tapanda 5 üstəgəl 5-i çıxırıq, eləyir 19. İndiki yaşların cəmi neçədir? 19. A bəndi. 43. 3 ildən sonra Anarla Kənanın yaşlarının cəmi 23 olacaq. Onların indiki yaşlarının cəmi 23-dən çıxaq. 2 dənə 3. 3 eləyir 17. İndi yaşlarının cəmi 17-dir. D bəndi. 44. 420 ədədinin neçə müxtəlif sadə vurğu var? 420. 2'ye bölünür 210. 2'ye bölünür 105. 3'e bölünür 35. 5'e bölünür 7. 7'ye bölünür. Deyir, neçə müxtəlif sadə vurğu var? Müxtəlif sadə vurğu 2'dir, 3'dir, 5'dir, 7'dir. 4 dənə. 4 dənə. Cavab D bəndi. 45. N tək M cüt natural ədəd olarsa, ifadələrdən hansının qiyməti tək olar? N tək M cüt olarsa. Deyir, hansının qiyməti tək olar? A bəndində M üstəgəl N-dir. M cütdir, N təkdir. Cütlə təki toplayanda tək eləyir. Deyir, hansının qiyməti tək olar? Hələ A bəndi. 45 cavab A bəndi. 46. 11.011 böl 1001 nisbətini hesablayın. 11.011 böl 1001. Bir dəfə 1001 0 0 1 1 bu da 1. Cavab 11. A bəndi. 46. cavab. 47. Ədədlərdən neçəsi sadədir? Sadə ədəd 2'dir, 23'dir,
29'u 46 2'yə bölünür, o sadədir. 101'ə baxaq. 101 2'yə bölünmür, 3'ə bölünmür, 5'ə bölünmür, 7'yə bölünmür, 11'ə də bölünmür. Deməli, sadədir. 101 də sadədir. Ədədin sadə olduğunu necə yoxlayırlar? Belə bir qayda var. Ədəd kvadratı bu ədəddən böyük olmayan sadə ədədlərə bölünmürsə, onda sadədir. Mən 101'i də elə yoxladım. 2'yə bölünmür 101. Tək ədəddir 101 ola görə. Rəqəmlərin cəmi 2-dir, 3'ə də bölünmür. Son 2 rəqəmi 0-1'dir, 4'ə bölünmür. 5'ə sonuncu rəqəmi 1'dir, 5'ə bölünmür. 7'yə əlimlə böldüm, baxdım, bölünmədi. Sonra 7'yə qədər yoxlamaq lazımdır. 11'ə baxmaq lazımdır. Niyə? 11 kvadratı 121'dir. 101'dən böyükdür. Deməli, kvadratı bu ədədi aşmayan sadə ədədlərə bölünürsə, deməli, sadədir. 101 oldu, sadə. Sonra 1101 mürəkkəbdir. Çünki bu rəqəmlərin cəmi 3'dür, bu 3'ə bölünür. Y bəndində də rəqəmlərin cəmi 3'dür, 3'ə bölünür. Deməli, 4 dənəsi bunun sadədir. Cavab D bəndi. 47'də cavab D bəndi. Keçək 48'ə. Neçə müxtəlif sadə vurğu var? 4'ü yazırıq 2 vur 2, 6'ını yazırıq 2 vur 3, bir də 5. Müxtəlif sadə vurğular 2'dir, 3'dür, 5'dir, 3 dənə. 3 dənə müxtəlif sadə vurğu var, B bəndi. 48'in cavabı B bəndi. 49, keçirik 49'a. Deyir, ədədlərdən neçəsi 6'ya tam bölünür? 6'ya bölünmə qaydası bilirik ki, 2'yə və 3'ə bölünən ədədlər 6'ya bölünür. Tək ədədlər heç bir 6'ya bölünmür. Tək ədədlər ümumiyyətlə cüz ədədlərə bölünmür. Birinci ədəd cavab ola bilməz, bir də axırıncı cavab ola bilməz. Ortadakı üçünə baxmaq lazımdır. Onun da rəqəmlərini toplayaq görə 3'ə bölünür, bölünmür. Birinci rəqəmlərin cəmi 12'dir, 3'ə bölündü. Belə cavabında bu olanda 32, 0, 34. Bu rəqəmlərin cəmi 12'dir, bu 3'ə bölünür. Bizə deyir neçəsi? Biri budur, ikinciyə baxaq. Rəqəmlərin cəmini toplayanda 8, bu 14 edir, bölünmür. 6, 9, bu da 15'i, bu da götürürük. 24.036. Rəqəmlərin cəmi 15'li 3'ə bölünür bu da. Deməli, ikisi cavab Y bəndi. 49'un cavabı Y bəndi. Keçək 50'yə. Əkov 42-68, çıx EBOB 42 ilə 68'in EBOB-unu tapaq, Əkovunu tapaq. 42'ni yaza bilərik. 2 vur 3, vur 7. 68 yaza bilərik. 2 vur 2, vur 17. Onda bunların EBOB-u ortaq sadə vurğuların hasili 1'də 2'dir və salam. Bunların Əkovu heç olmasa birində olan vurğular. 2'də 2, heç olmasa birində var. 3, 7, 17. 4, 12, 34 vur 17. 34, 17'ye vuranda 30, 17'ye 510, 68, 578. Burada da ne var? 578'den çıxırıq 2'ni. Bu deyir 576. 576, 576 yoxdur cavab. Təzədən bir yerdə yoxlayaq. 42, 68, 42 yazılır, 2 vur 3 vur 7, 68 yazılır, 2 vur 2, 4, 17. EBOB tapanda ortaq 1'də 2'dir, bu düz. Əkov tapanda 2'də 2, 1'də 3, 1'də 7, 1'də 17. 2'də 2, 4, 4, 4, 12. 12'ni 7'ye vuranda 84 edir. Mən burada 34 yazmışam. 84, 17'ye vuranda. Deməli, 80, 17'ye vuraq, adı alt-altıda. 84 vur 17. 7'də 4. 28, 2 hatta 56, o da 2, 58, bu da 84. 8, 2, 14. 1428, bundan da çıxaq 2, 1426. Deməli, 1428 çıxmaq. 2 bu deyilir 1426. Baxaq görə belə cavab var, A bəndi. 50'də deməli cavab oldu, A bəndi. Keçək 51'ə.
Bölünəni 6 dəfə artırdıqda A bölü B bərabərdir C. Buradan A bərabərdir BC. Bölünən budur 6 dəfə artırdıqda böləni necə dəyişmək lazımdır? Tutaq ki, K dəfə dəyişirik. Necə dəyişmək lazımdır? Qismət 3 dəfə azalsın. C bölü 3 olsun. Buradan da alınır ki, A bərabərdir. Deməli, BCK vurulda buna BCK bölü 3. Bu da 6'ya böləndə 6'ya düşür bura. BC ilə 6 gedir ixtisar. Deməli, buradan 1 bərabərdir K bölü 18. K da bərabərdir 18. Deməli, 18 dəfə artırmaq lazımdır. Y bəndi. 51'in cavabı Y bəndi. 51'in cavabı Y bəndi. İndi bəzən belə dilləri altını vurursa olsun 18. İzahat vermirlər. Cavabı sadə oldu. İndi bilmirəm. İstəyən elə deyəsə bilər. Sadədir, mürəkkəbdir, mən bilmirəm. Mənim başa düşdüyüm budur. Nömrə 52. 22.022 ədədi 2002'ye bölək. 2200'e bölək bir dəfə. Bölək bir dəfə. Bir dəfə 2002 002 bu 2'də gəldi. Bir dəfə 11 dəfə. Cavab C bəndi. 52'nin cavabı C bəndi. Keçək 53'e. Abbasın addımı 40 cm, Eldarın addımı 80 cm. Hansı ən yaxın məsafədə onların hər ikisi tam sayda addım atar. Ən yaxın məsafə bu ədədlərin əkovu olmalıdır. 90 ilə 80'in əkovu 9'dan 8'e tapırıq, qarşılığında 72 vururuq ona 720. Cavab Y bəndi. 54. Ədədlərdən neçəsi sadədir? 11 sadədir. 29 sadədir. 127'ni yoxlayaq, görək sadədir ya yox. Qaydanı bir ara dedim. Kvadratı 127'ni aşmayan sadə ədədlərə bölünməsə bu sadə olacaq. 2'yə bölünmür, 3'ə bölünmür, 5'ə bölünmür, 7'yə 50'lə bölüb baxırıq. 7'yə 7 bölünmür. 11'ə bölünmür. 11'in kvadratı 121'dir. Yəni 11'dən sonra yoxlamaya ehtiyac yoxdur. 127'dən sadədir. 3 dənə sadə ədəd var. C bəndi. 54'ün cavabı. 55'ə keçək. Deyir 55'də neçə minlik var? 55'in nömrə soruşur neçə minlik? 530.000 070. Minliklərin sayını soruşur. Bunu 1000'ə bölək. 530 eləyir də. 530'da minlik var. Cavab Y bəndi. Başqa sözlə 1000'də 3 dənə 0 olduğuna görə 3 dənə rəqəm silinir. Y bəndi. 54'də 55'də Y bəndi. 56. Təkliflərdən hansı həmişə doğrudur? A bəndi. Tək ədədlə cüt ədədin cəmi tək ədəddir. Düz. Tək ədədlə cüt ədədin cəmi tək ədəddir. Bu düz. 57. Bölən 5 olarsa alına bilən qalıqların cəmi. Qalıqlar 5'də olur. 0, 1, 2, 3, 4. Toplamda da 10 eləyir. A bəndi. 57'nin cavabı. Keçək 58'e. 7805'te neçə onluq var? Onun da bir sıfır olduğuna göre 5'i silsən 780'dir. B bəndi.
59. Təqvlərdən hansı doğru deyil? A bəndi. 2 cüt natural ədədin cəmi həmişə cüt ədəddir. Doğrudur. B bəndi. Natural ədədlərin cəmi həmişə natural ədəddir. Doğrudur. C bəndi. Natural ədədlərin fərqi həmişə natural ədəddir. Səhvdir. Niyə? Məsəl üçün 3 natural, 5 natural çıxanda -2 ilə natural alınmır. Təklifin səhv olduğunu göstərmək üçün bir dənə nümunə bəs. 60. Bölən 7 olarsa alına bilən qalıqların cəmi. 7-yə böləndə 7 də qalıq alınır, 0 da qalıq sayılır. Qalıq 7-dən az olmalıdır. 7, 2-də 7, 3-də 7, 21. 21 C bəndi, 60-ın cavabı. Keçək 61-ə. 23-ə böldükdə qalıqda 15 olan ədəd hansıdır? 23-ə böləndə qalıq 15 olan. Bunun üçün elə bir qayda olmadığına görə əlimizlə bölməliyik də. 23-ə böləndə qalığı 15 olsun. Onda belə çıxacaq, 15 çıxanda 23-ə bölünməlidir. 15 çıxaq, ya 23-ə bölək baxaq. Ya da bölək 25 tapaq qıyasıdır. Yoxlayaq A bəndi. 145-dən 15 çıxaq, 330. 330 23-ə bölünmür. B bəndi. 1005-dən 15 çıxaq, əvvəl 5 çıxsaq 1000, 10 da çıxsaq 990. 990 23-ə bölünmür. 3-də 23, 4-də 23, 92 bölünmür. Sonra C bəndi. 705-dən 15 çıxanda 690. 690 23-ə bölünür. 30. Deməli, cavab onda C bəndiymiş. C bəndi. 705. Bir də bölüb yoxlamaq olar. Ya da bu ədədlərdə 15 çıxıb 23-ə bölməliyik. 61. C bəndi. 62. Ədədin neçə müxtəlif sadə vurğu var? Bu vurğular 9 sadədir, 9 3 vur 3 yazaq. 2 ilə 7 sadədir. 3 də müxtəlif sadə vurğu var. 3, 2, 7. Cavab Y bəndi. 63. 19-a böləndə qalığı 4 olan ədəd hansıdır? Yəni, bunları 2 yolun mən bilirəm. Ya bunları 19-a bölməlisən, qalığı 4 olanı taparsan. Ya da bunlardan 4 çıxıb 19-a bölməlisən. Mən 4 çıxıb 19-a böləcəm. 19-a bölmək demişsiniz, vaxt aparır da burada. Söhbət eləcək. Qayda var ya, olmalı. İmtihası praktikada tətbiq olunmur da. 1111-dən 4 çıxaq. 1111-dən 4 çıxanda 1107 edir. Bunu 19-a bölək, görək nə olur 19-a böləndə. 4, 5, 6 da 9, 54. 6 da 19, 50, 114. 67 də 19-a bölünmür. 54, 114, 67 də 19-a bölünmür. Bu bölünmədi. Keçək B bəndinə. 1030-dan 4 çıxaq, 1026. 19-a bölək baxaq. 6 da, yox, 5 də 19, 95. 76, 19-a 4. Bu 1026 bölündü. Cavab B bəndi onda. 63-ün cavabı B bəndi. Keçək 64-ə. Bölünəni 18 dəfə artırdıqda, bölünəni 18 dəfə artırdıqda, deməli, qismət 18 dəfə artdı. Böləni necə dəyişmək lazımdır? Qismət 3 dəfə artsın. 3 dəfə artırmaq üçün, onda bu biz 6 dəfə azaldaqda 18-i bölək 3-ə,
eləyir 6. 6 dəfə azaltmaq lazımdır böləni. Azaltmaq və artırmaq lazımdır. 6 dəfə artırmaq D bəndi. Çünki azaldanda o G də tezdən artardı. Bizə lazımdır azalsın. 3 dəfə artması üçün 6 dəfə azaltmaq lazımdır. 64 D bəndi. Ya da əgər qarşıdıracaqsınızsa, onda dediyim qayda ilə həll edirsən də bunu. Bir ara ikisini yazmışam eləcək. Altmış dördü də yazım yine həmin yolla. İkinci üsul yazıram 64 üçün. A böl B bərabərdir C. Buradan alınır A bərabərdir BC. Bölünəni 18 dəfə artırmışıq, olub 18A. Böləni K dəfə dəyişək. K dəfə dəyişəndə qismət 3 dəfə artsın, olsun 3C. Onda buradan da A-nı tapsıq, A bərabər olur 3BCK bölünsün 18. BC-lər ixtisar gedir, 1 bərabər 3-dən 18 ixtisar gedir, 6-da 1K. K oldu 6. Bu da o demək ki, 6 dəfə artırmaq lazımdır. 6 dəfə artırmaq da D variantıdır. Əgər qarışırsa, belə yazılmalıdır. 65. 205 rəqəmlərindən düzələn bütün iç rəqəmlərin cəmini tapın. Kiçiyindən başlayaq 205, sonra 250, 2 ilə başlayan, sonra 5 ilə başlayan, 502, 520. Bütün iç rəqəmli ədəddir. Mən 3 rəqəmləri yazsın, onda bu qalsın. Bunu pozaq. Deməli 2, 0, 5 rəqəmlərindən düzələn bütün iç rəqəmləri. Kiçikdən başlayaq 20, 25, 50, 52 bərabərdir. 45, 95, 147. 147 Y bəndi. 65'in cevabı Y tapdım ben. Bir de yoxlayıram. 2, 0, 5 rəqəmdən düzələn bütün rəqəmlər. Deməli birinci 20, ikinci 25. Sonra 50, 52. 50, 52, 102. Bu da 45, 147 denirdi. Eğer rəqəmlər təkrarlana bilsə, onda başqa anlar. Rəqəmlər təkrarlana bilsə, onda bura biz nəyi də əlavə eləməliyik ki? 20 yazmışıq, 25 yazmışıq. Mesela 22'yi də götürməliyik. 20'yi də götürməliyik. Sonra 5 ilə başlayan, 2 ilə başlayan qutardı da 5 ilə başlayan 50 götürmüştüm, 52 götürmüştüm, 55 götürmemiştim. Bu değil 77. 147'nin de üstüne 77 gelsek 214, 224 eləyir. Eləyir onun dahası ben, B bəndi. Deməli şərtdə demir də rəqəmlər təkrarlanmır. Onu rəqəmlər təkrarlanan da götürmək lazımdır. Cavab eləyir 224, B bəndi. B bəndi. 65 B bəndi. Sonra gəlir 66. Sən 3 vedrədən 5 dəfə çox tutur. 3 vedrədən 5 dəfə çox. 3 vedrədən 5 dəfə çox tutur. 1 vedrə 5 litrdir. 1 vedrə 5 litrdir. 3 vedrə nə qədər olar onda? 3'ü vurarıq 5'ə. 15 litr. 3 vedrə 15 litr. 5 dəfə çox. 15'i də 5'ə vurarıq. 75 litr. Cevap olar 75 litr. D bəndi. 67. Tir
en azı hansı uzunluğunda olmalıdır ki onu 60 santimetre ve ya 50 santimetre hissələrə ikiz bölmək mümkün olsun. Və çobun tapmalı yox. 60 ilə 50-ni. Bunu da sadə yolla tapmaq üçün 10 çıxır. Belə bir qayda var. Bu 6 ilə 5 qalır burada. 6 ilə 5 ardıcıl natural ədədlər olduğuna görə onların nəşəbi 6 vur 5 olur. Bu deyir 300. 367'nin cevabı 300. Cevap B bəndi. 67'nin cevabı B bəndi. Keçdik 68'e. Əkob böl əbob. Əkobun parça işarəsini yazaq belə. Əbobu da yumru mötərəzi ilə yazaq. İşimiz asan olsun deyə. Sadə vurğuları ayırmaq lazımdır. 60'ı sadə vurğuları ayıranda 2 vur 3 vur 5'dir. 80 2 4 vur 5'dir. Bu da həmindir də 2 vur 3 vur 5 2 4 vur 5. Əkob tapanda üssü böyük olanlar, hər ikisi heç olmasa birində olanda 2 üssü 4 3 5. Əbob tapalanda ikisində də varsa üssü kiçik olan, hər ikisində olanı götürüyoruz. 5'ler 7. Bunlar da xüsusən getdi. 2 üssü 2 qaldı, bir də 3 qaldı. Oranda eləyir 12. 68'in cevabı 12. A bəndi. 69. 62 oğlan və 93 qız idman yarışında tərkibləri yeni olan komanda iştirak edirlər. Hər komanda neçə qız var? Əbobun tapaq 62, 93'ü. 31 çıxır ortaya vuruq. Alır 2, 3. 2 ilə 3 ardıcıl natural ədəddə olan əbobu 1'dir. 31'i 1'ə vuranda eləyir 31. Əvvəlcə hər cərgədə deməli 69'dur bu. Hər komanda neçə qız var? Qız neçə nəfərdir? 93 nəfər. 93'ü 31 komandadır. Böləndə eləyir 3. Hər komandada 3 qız var. Cavab C bəndi. 70. 123 oğlan 82 qız idman yarışında tərkibləri yeni olan komandada iştirak edir. 123 oğlan 82 qız. Deməli 41 x-ə 41'ə bölünür. Çıxardırıq, ortaq vuruq. 3-dən 2-nin əbobu 1, 41'ə bölündə 41. Deməli 41 komandadır. Deyir, həmin komanda neçə oğlan var? Oğlanların sayı 123'dir. 123 komandaların sayına bölünür, 3 oğlan. B bəndi. 71. İdmançıları əvvəlcə hər cərgədə 6 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmalı. Hər cərgədə 6 nəfər, sonra hər cərgədə 15 nəfər olmalı sıraya düzdülər. Deməli, idmançıların sayı 6'ya 15'ə bölünür. Ona görə bunların əkobunu tapırıq. 6 ilə 15'in əkobu 90 edir. İdmançıların sayı 110'dan çoxdur. 145'ten az olarsa onların sayını tapın. 110'dan çox, 140. İdmançıları əvvəlcə hər cərgədə 6 yox. 6 ilə 15'in əkobunu düz topladım mən. 6 ilə 15'in əkobı 30. Deməli, idmançıların sayı 30'a bölünən ədəddir. 110'dan çoxdur. 4 də 30, 120 edir. 120, 110'dan çox, 145'ten azdır. Cavab 120. D bəndi. 72. Məktəbləri əvvəlcə hər cərgədə 9 nəfər, sonra isə hər cərgədə 15 nəfər olmalı sıraya düzdülər. Onda məktəblərin sayı aşağısı 45 nəfərdir. 120'dən çox, 3'də 45, 135, 150'dən də az. C bəndi.
73. Təkliklərdən hansıları doğrudur? Birinci, rəqəmlərin cəmi 9-a bölünən naturallər 9-a bölünür. Düz. İkinci, qarşılıqlı sadə ədədlərdən ən kiçik ortaq bölünəni onların hansına bərabərdir? Düz. Üçüncü, iki ədədin ortaq bölünəni həmin ədədlərdən ən kiçik ortaq bölünəninə tam bölünür. İki ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəninə tam bölünür. Səhvdir. Dördüncü, iki tək ədədin cəmi tək ədəddir. Səhvdir. İkisi düzdür. 1, 2. Bizə soruşur, hansılar doğrudur? 1 ilə 2 doğrudur. Yalnız 1, yalnız 2. Belə cavab yoxdur. 1-ə də yoxlayaq. Təkliflərdən hansılar doğrudur? 1-ə baxaq, 1-ə. Rəqəmlərin cəmi 9-a bölünən naturallər 9-a bölünür. Bu düz. İkinci, qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni onların hansına bərabərdir? Düzdür. 2 düz. Qarşılıqlı sadə ədədlərin ən kiçik ortaq bölünəni, məsəl üçün 3-dən 5-in, 3-dən 2-nin ən kiçik ortaq bölünəni 6-dır. Onların hansına bərabərdir? 2 düz. Üçüncü, iki ədədin ortaq bölünəni həmin ədədlərin ən kiçik ortaq bölünəndə tam bölünür. Məsəl üçün 3-dən 4-ün 3-də düz. 4, 2 tək ədədin cəmi tək ədəddir. Səhvdir. Deməli 1, 2, 3 düz. Cavab Y bəndi. 73 cavab Y bəndi. 74. Təkliklərdən hansılar doğrudur? 1. Rəqəmlərin cəmi 3-ə bölünən naturallər 3-ə tam bölünür. Doğrudur. 2. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni onların hasilində bərabərdir. Doğrudur. 3. İki ədədin hasili, iki sadə ədədin hasili mürəkkəb ədəddir. Düz. Dördüncü, iki ədədin ən böyük ortaq böləni həmin ədədlərin ortaq böləninə tam bölünür. İki ədədin ən böyük ortaq böləni həmin iki ədədin ən böyük ortaq böləni həmin ədədlərin ortaq böləni tam bölünür. Bu da doğrudur. Bu da doğru olsa elə cavab yoxdur. Bu bir yerə fikirləşək. 74. Bir də 2 səhvdir. Qalanı qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni onların hasilində bərabərdir. Qarşılıqlı sadə ədədlərin ən böyük ortaq böləni 1 olur, hasil olmur. Və çox onların hasil olur. 1, 3, 4 cavab Y bəndi. 75. Həm 2-yə, həm də 7-yə tam bölünən neçə ki rəqəm ədədi var? 2-yə 7-yə bölünən ədədlər, deməli 14-ə də tam bölünməlidir. 14-ə bölünən neçə ədədi var? Axırıncı ədəd 98-dir. 98-i 14-ə böləndə 7 edir. 7 də ümumiyyətlə 1-dən 100-ə qədər 7 də ədəddir. Onların biri tək rəqəmlidir, 7. Onda 7-dən 1 çıxsa 6 də eləyər də. 6 də. 76-nın cavabı olur 6. 75-in cavabı, 75-in cavabı 75-i eləyirik. 75-ə bir də baxım. Həm 2-yə, həm 7-yə bölünən neçə 2 rəqəmli ədədi var? Həm 2-yə, həm də 7-yə. Yəni 14-ə bölünən. 98-i 14-ə bölünən 7 eləyir də. Cavab 7. Burada bir rəqəmdən söhbət gedir, 2 rəqəmdən söhbət gedir. 7-də. Cavab 7. Cavab 7. 76. Həm 3-ə, həm 7-yə bölünən, 7-yə tam bölünən neçə rəqəmli ədədi var? 3-ə 7-yə bölünən ədədlərin əşovu 21-dir. Deməli 27-yə 21-ə deyir. 21-ə bölünən neçə rəqəmli ədədi var?
Birincisi 21'dir, sonra 42'dir, sonra 50, 21 hatırda 63'dir, 84'dür, 4'də 4'də 76'dan 4, 77. Çok böyle bu. 54'den 96'na çobu neçə eləyir? 54 yazaq. 27 vur 2'də 2 vur. 3'ün kubu. 96'nı yazaq. 96 neçədir? 32 vur 3. 32'də 2 üssü 5'dir. 2 üssü 5 vur 3. Çobu da baba böləndə C eləyir. Yəni ortaq olmayan sadə vuruqların hasili. Ortaq olmayan 4 dənə 2 ortaqdır. Burada 1 dənə 2 var. Burada 5 dənə. 4 ortaqdır. 2'yə də 3'dür. Bu 3'də 3 burada var. 1'də 3. 1'də 3 ortaqdır. İkisi ortaqdır. 16 vur 9. Bu deyilir 144. C'ni tapdıq. Ortaq olmayan sadə olan hasili. Üstləri çıxır o da burada. Cavab 144, 77'de. Yetmiş 8. 2 ardıcıl tek natural ədədin cəmi 68. 2 ardıcıl tek natural ədəd. En üstə gəl 2 ardıcıl tek natural ədəd. 2 vahid bir o birindən böyükdür. 68. 2 bərabərdir 68 çıx 2. 66 eləyir. En bərabərdir 66 bölü 2. 33 eləyir. Birinci 33'dür, ikinci de 35'dir. Bu ədədlərin kiçiyini tap. Kiçiyi 33. Cavab 33. 79. 2 ardıcıl cüt natural ədəd cəmi 66'dır. Kiçiyi E böyük M plus 2 bərabərdir 66. 2M bərabərdir 66 çıxış eləyir 64. N də bərabərdir 64 bölü 2 eləyir 32. Kiçiyi 32'dir. Bu ədədin böyüyünü tapın. 32'də üstə gəlir 2 eləyir 34. Böyüyü də 34'dür. Cavab 34. 80. Binada mərtəbələr arası pillələrin sayı 20'dir. Birinci ve 8. mərtəbə arasında neçə pillə var? Birinci ve 8. Birinci bir de 8. Birden sonra gəlir 2, 3, 4, 5, 7, 8. Böyle 1 ile 8'in arasında burada 6 değil yerde 6. Heştadın cevabı birinci ve 8. mərtəbə arasında neçə pillə var? Binada mərtəbələr arası binada mərtəbələrin pillələr sayı 20'dir. Binada mərtəbələr arası pillələrin sayı 20'dir. Birinci ve 8. mərtəbə arasında neçə pillə var? Birinci ve 8. mərtəbə arasında 7 tane mərtəbə var. Hərəsində də 20 pillə. 7'ni 20'ye vuranda 140. Cavab 140. Heştad 1. 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda 2 alınan ən kiçik çox rəqəmli natural ədəd tapın. O üçün əkobunu tapırıq. 7, 8, 9, 10'u üstə də 2 gəlir. 7 ilə 8'in əkobu 7, 8, 9'un əkobu eləyir. 7 vur 8 vur 9 qarşılıqlı sadədlər 3'ü. 10 da 2 vur 5'dir. Buradan da bir də 5 vurulun qətirəyə bura. Üstə gəl 2.
8'i 5'e vuranda 40, 7'nin 9'a vuranda 63. 63 vur 40, üstəgəl 2. 2, 12 bir yadda 252. 2522. Cevap 2522. 82. AB üstəgəl BA bərabərdir 66 vurulsun A minus B. Şərtini ödəyən iki rəqəmli AB ədədini tap. AB'nin açılışı olur 10A plus B. BA'nın açılışı olur 10B plus A. Bu da olur 66A çıx 66B. B 10B 11B üstəgəl 66B. 66A üstəgəl 11A. 77B 77A. A bərabərdir B. 10A plus B 10B plus 66A çıx 65B. Deməli, bu gəldi buradan mı çıxmaq olur? Bir də. Bu 55 gelir. 7'ye bölsün, 11'e bölsün. 7B bərabərdir 5A. Buradan alınır ki, B 5'dir, A da 7'dir. Bizden nəyi soruşurdu ki? AB'ni. AB'de oldu 75. Cevap 75. Heştad 3. A'nın hansı en büyük qiymətində 4A 9B'də 45'e bölünür? 45'e bölünmə qaydası 5'e 9'a bölünən ədəddə 45'e bölünür. 5'e bölünməsi için B ya 0 olmalıdır ya da 5 olmalıdır. Bax əvvəl 0 halına. 9'a bölünməsi için rəqəmlərin cəmi 9'a bölünməlidir. Üstəgəl 0. 13 üstəgəl A. Ona burada A eləyir 5. B0 A5 bu birinci. İkinci baxalım. B5 olsun. B5 olanda olur 4 üstəgəl A üstəgəl 9 üstəgəl 5. 18 plus A. 19'a bölünməsi için A 0 ola bilər. A 9 ola bilər. A'nın en büyük qiyməti 9 oldu da onda cevap 9. 83'ün cevabı 9. Keçək 84'e. A və B natural ədədləri üçün A 3B'ye bərabərdir. Onda Əkob A'nın yerinə 3B'yi qoysa 3B B. 3B ilə B'nin əkobu 3B olar. Çünki 3B B'ye bölünür. Şərtdə də verib ki 3B 21'dir. Onda B buradan olur 7. A da ondan 3 dəfə böyüdür. 3 də 7 21. A'nın B'nin cəmi soruşur. 7 ilə 21 toplayınca 28 edir. Cevap 28. 84'te. A və B natural ədədləri üçün bu da həmin misaldandır. Əkob 7B ilə B'yə 7B eləyir. 28'e bərabərdir. B eləyir 4. A da ondan 7 dəfə böyüdür. 7'nin 4'ə vuranda 28. A'dan B çıxacaq. 28'den 4 çıxır 24. Cevap 24. 85'in cevabı. Keçək 86'ya. A bölü B 3 bölü 5'dir. Onda buradan belə çıxır ki A 3K'dır. B 5K'dır. K'da natural ədəddir. 3K ilə 5K'nın əbobu K eləyir. Yəni əbob A B.
Yani 3K, 5K. Orta vuru burada K deyilir. K şərtdə də verib cavab 4'tür. K 4 imiş. A ilə B-nin cəmi 3K ise 5K qədər 8K. K yerine 4 qoysuq 8 4 32. Cavab 32. 86-cı cavabı. Keçək 87-yə. A, B natural ədədlər üçün A vur B. Üstə gəl 3B. 20 olarsa A'nın ala biləcəyi qiymətlərin sayını tapın. B'nin çıxardağı mötərizə xaricinə A plus 3 bərabərdir 20. Deməli, B burada 20'nin bölənidir. A plus 3 də 20'nin bölənidir. Bunları bir-birinə vuranda 20 eləyir. B 1 olsa A plus 3 20 olmalıdır. Deməli, başlayaq da başda. Deyir, A'nın ala biləcəyi qiymətlərin sayını tapın. Yaxşı, başlayaq onda A plus 3'dən. A plus 3 1 ola bilməz. A çünki natural ədəddir. 2 ola bilməz, 3 ola bilməz. A plus 3 4 ola bilər. A plus 3'ün 4 olması üçün deməli A 1 olur. Başlayırıq A'nın 1 qiyməti. A 1 olsa bu eləyir 4. 20'nin 4'e bölündü B 5 eləyir. A 2 olsa 2 üstə 3 gələndə 5, 20'ni 5'e böləndə B 4 eləyir. A 3 ola bilməz. Burada çünki 6 alınır, 26'ya bölünmür. Yəni A plus 3 20'nin böləni olmalıdır. A 3 ola bilməz, A 4 ola bilməz, 5 ola bilməz, 6 ola bilməz, 7 ola bilər. A 7 olanda bu eləyir 10, B də olur 2. Bir de getdik 8, 9, 10, 11, 17 ola bilər. A 17 ola bilər. B 1 olur. Deməli A'nın 4 də qiyməti var. A'nın ala biləcəyi qiymətlərin sayı cavab 4. 87-nin cavabı oldu 4. 8 həmin tip məsələdəndir. B'nin çıxardır o mötərizə xaricinə. A plus 4 18 olmalıdır. A'nın ala biləcəyi qiymətlərin sayını soruşur. A 1, 2, A başlayırıq 1'də. A 1 olsa 5 eləyir, 18'in böləndir. 2 ola bilməz. 3 ola bilməz. 4. 18'in böləni deməli A plus 4 ya 2 olmalıdır, ya 3 olmalıdır. Deməli A 1 olmadı. 2 ola bilməz. 2 ola bilər. Bax. A 2 olsa bu 6 eləyir, B eləyir 3. 6 oldu da. 3 ola bilməz, 4 ola bilməz, 5. 5 ola bilər A. 5 olsa bu 9 eləyir, B eləyir 2. 5, 9. Ondan sonra vəssalam. B gelir 14 ola bilər A. 14 olsa B eləyir 1. A'nın 3 də qiyməti 88'e. Cavab 3. 89. 3 rəqəmli ABC və BAC ədədləri üçün ABC çıx BAC 360 olarsa A plus B cəmi qiyməti tap. Açılışların yazısı. Burada 100 A'dan 10 A çıxanda 90 A. 10 B'den 100 B çıxanda 90 B. C'lər gedir. Bərabərdir 360. Hər tərəfi 90'a bölsük A minus B 4 edir. A ilə B'nin fərqi 4'dür. Deyir A plus B cəminin ən kiçik qiyməti tap. Fərqi 4. Məsələn, A 9 olsa, böyüdən başladım, B 5'dir. A 8 olsa, B 4'dir. A 7 olsa, B 3'dir. Çıxanda 4 versin də, A 6 olsa, B 2'dir. A 5 olsa, B 1'dir. Vəssalam. A 1 heç bir sıfır ola bilməz. Bizdən soruşur ki, A plus B cəminin ən böyük qiyməti. A plus B cəminin ən böyük qiyməti 9 ise 5 gələndə olur, o da 14 edir. Cavab 14. 89'un cavabı. Bizdən nəyə soruşur? A plus B cəminin ən kiçik qiyməti. Ən kiçik qiyməti isə onda ən böyüyü tapışdım.
Kiçik qiymətinsə, onda burada 5 üstə 1 gələrik. 6 ilə. Cavab 6. Cavab 6. 90. A və B qarşılı sadə ədədlərdir. Deyir, əkobə AB 390-dır. Qarşılı sadə ədədlərin əkobə olan hasil olur. Deməli, AB 390-dır. Bu verilən bərabərlik kənar A üstə 30 bölü B bərabər 28. Bunu B-yə bıraxan məxrəcdən qutaraq. B-yə bıraxan deyilir AB, bu edir 30 B-lər ixtisar gedir. Bu da 28B. 28B. AB yerinə 390 qoyaq. Üstə 30 bərabərdir 28B. 420 bərabərdir 28B. B tapanda 420'ni 28'e böldük. Bir dəfə 28, 15 edir. B oldu 15. B'nin yerine 15 koysak A'nı da taparıq. Bir buradan AB bərabər 390'dan 390'ı bölü 15'e. 2 dəfə 15, 30, 90, 26. Cevap 26. 90'ın cevabı 26. 91. EBOB AB 6'dır. Onda A bərabərdir 6'ın. B bərabərdir 6K. Deməli, A-da B-də 6'ya bölünür. Enindən də K natural ədəddir. Gətirək qoyaq burada yerinə. 6N var 6K bərabərdir 180. Buradan N var K'nı tapsaq 180'de 6 var 6'ya bölünür 5 edir. Oranda 5 eləyən ədədlər birindən 5'dir. Bunların biri 1'dir, biri 5'dir. Bizdən soruşur A plus B cəmi. 6 üstə gəl 6K. Yeni yerine 1 koysak 6'yı, K'nı yerine 5 koysak 30. Bu derede 36. Cevap 36. 91'in cevabı oldu 36. Geçelim 92'ye. A ədədini 4'e bölmə sandan qalxın tapın. 3'də xət qoyuram, bu qalığı göstərir. Bu 7219'u 4'e bölündü. Axırıncı 2 rəqəm bölünür. 19'u 4'e bölünür. Qalıq qalır 4'te 3. Sonra burada da 70 axırıncı 2 rəqəmi bölür. 74'ü 4'e böləndə eləyir qalıq 2. Qoyda da qaldırım üstə 3 gəlir. Bu da bərabərdir 39. 39'u 4'e böləndə 9 və 4 36 qalıq qaldı 3. Cavab 3. 92 cavabı oldu 3. 93'te bir misaldandır. 25'e bölmək də axırıncı 2 rəqəmdən asılıdır. Bu 7506'nı 25'e bölündə 0,6'nı bölmək lazımdır. Son 2 rəqəm 0,6 25'in kiçik olduğuna görə qalıq elə eləyir 6'yı böləndə. 16'ın 551'i 25'e böləndə 51'i bölüyor axırıncı 2 rəqəmi. 25'e böləndə qalıq eləyir 1. 4'ü də 25'in kiçiyi qalıq 4 eləyir. 6'nın kvadratı 36 ise 4 böləndə 40. 40'ı da 25'e böləndə qalıq eləyir 15. Cavab 15. 93'ün cevabı oldu 15. Mağazada kiçik, orta ve böyük ölçülü akvaryumlar var. Hər bir kiçik akvaryumda 2, orta akvaryumda 4, böyük akvaryumda ise 6 balıq var. Bütün balıqların sayı 60 olarsa, mağazada en çox neçə akvaryum olar? Kiçik akvaryumdan tutaq ki, A saydadır. Orta akvaryumdan B saydadır. Böyük akvaryumdan C saydadır. Akvaryumların sayı balıqların sayına uçuq. Bunlar bütün balıqların sayı. Bunların hamısı da 60'dır. 2'ye bölək hər iki tərəfi A üstə gəl 2B üstə gəl 3C bərabərdir 30. Bir bütün balıqların sayı 60 olarsa mağazada en çoxu neçə akvaryum ola bilər? Bu akvaryumların sayının en çox olması için gəl bu B ilə C'nin sayını en çox götürək, A üçün B ilə C'nin sayını en az götürək, A üçün çox qalsın sayı.
B'li C'li 1 götürsük. B'de C'de 1 olsa onda A üstə gəl 2, üstə gəl 3 bərabər 30. A bərabər olur 25'e. Kiçik akvaryumdan 25'lerdi. O sıradan deresinden bir de. Zeminir 27 akvar. Cevap 27. 93'ün cevabı 27. 94'ün cevabı. İndi keçirik 95'e. EBOB bu 2 minus 1'de 2 plus 1 ardıcıl natural ədədlər olduğuna görə olan EBOB-u 1 edir. Onda buradan alınır ki 4m çıxı 7 bərabərdir 1. M də buradan 2 alınır. Sonra bizdən EKOB-u soruşur. M yerine 2 qoysuq 24 eləyər bu. Birincisi. İkincisi də 15 2 30. 32 eləyir. 8 çıxır. Qalır 3. 4. 3 ilə 4 qarşılıqlı sadə ədəd olduğuna görə onların EKOB-u 3 vur 4 12'dir. Bu deyir 96. Cevap oldu 96. 95'in cevabı 96. 97. 7, 8, 9, 10 ədədlərinə böldükdə qalıqda bir alınan ən kiçik çox rəqəmli natural ədədini tap. Deməli biz bunların EKOB-unu tapıb üstə 1 gəlməliyik də. EKOB 7, 8, 9, 10 üstə gəl 1. 7, 8, 9'un EKOB-u 7 vur 8 vur 9'dur. Ondan da bura bir 5 vur 10 qətir. Çünki 8'in içərisində 2 var. Plus 1. 8'ə 5 40. 7'də 9 63. Üstə gəl 1. 4'də 63. 252. Ölür 252. Bu da 1. Üstə 1 gələndə. 2521. 97'nin cevabı. 98. 3 ardıcıl natural ədədin cəmi 63'dür. Bu ədədlərin ən kiçiyi ilə ən böyüyünün hasını tapın. Belə də eləmək olar bunu tənliksiz. 63'ü bölə 3'ə eləyir 21. 21 bu ortadakı ədəddir. 3 ardıcıl natural ədədin cəmi. Ardıcıl bundan əvvəlki 20 1 çıxdıq. Bu da 22. Toplayanda 23 eləyir də 63 eləyir. Cəmi 60. Bu ədədlər ən kiçik ilə ən böyüyünün hasını tapın. 20 vur 22'ye eləyir 440. Bilədiyim necə elədik. 3 ədəd olduğuna görə, ardıcıl olduğuna görə 63'ü bölünürsə eləyir 21. Bu 21 ortadakı ədəd olur. 21 üstə 1 gəlir, bir də 1 çıxırıq. Sağın solunu tapırıq. Cavab 440. 98'in cevabı. Keçirik 99'a. ABC natural ədədləri üçün A bərabərdir B bölü 7. Bu da bərabərdir 2C. Olarsa ABC hasının ən kiçik qiymətini tapın. B 7'ye bölünməlidir. Onda B'nin qiyməti 7'dir. B 7 olanda A 7'ye de A 1 eləyir. A 1 olsa onda 1 bərabərdir 2C. Buradan C tapmaq olmur. Natural alınmır. Onda B'ye 14 götürək. B 14 olsa A 14'ü 7'də 2. A 2 ise 2C 2'ye bərabərsə C də 1 eləyir. Tapdıq bunları. İndi bizə nə soruşur? ABC asının ən kiçik qiyməti. A, B, C. 14 vur 2 vur 1. Bu da 28. Ən kiçik qiymət 28. ABC natural ədədləri üçün A bərabərdir B bölü 5. Bu da bərabərdir 3C. ABC hasının ən kiçik qiymətini tapın. Yenə B üçün 5 götürsük, 3C 1 ola bilməz. B üçün 10 götürsük, onu 5'e bölündə 2, 3C 2 də ola bilməz. B üçün 15 götürməliyik. B 15 olsa A olacaq 15'i 5'e bölündə 3. 3C'ye bərabərsə C də eləyəcək 1. A 3, C 1, B 15. Mən onda bunların nəyi soruşur? Hasilin
hasılı 15 vur 3 vur 1. Bu deyil 45. Cevap 45. 101. 7 n plus 7, 8 n plus 2 ardıcıl cüt olarsa n'in alabileceği qiymətlərin hasılını tapın. Ardıcıl deyirsə, hasılın kiçik, hasılın böyük olduğunu bilmirik. Ona göre 2 ala baxacaq. Birinci halda tutaq ki 8 n plus 2 böyükdür. Bundan onda 7 n plus 7'ni çıxsıq 2 eləyəcək. Mötərizat suq eləyir, n çıxmaq 5 bərabərdir 2, n eləyir 7. Birinci halda eləyir 7 tapıq. İkinci halda tutaq ki 7 n plus 7 böyükdür. Onda 7 n plus 7'dən 8 n plus 2'ni çıxanda 2 eləyəcək. Çıxanda burada eləyir mənfi n çıxmaq üstəgəlmə 5 bərabərdir 2. N də bərabər olur 3'ə. Bizdən nə tələb eləyir? Deyir ki, n'in alabileceği qiymətlərin hasılını tapın. Biri 7 idi, biri 3. 7'ni 3'ə vuruq, cavab eləyir 21. Deməli 101'in cavabı oldu 21. Keçək 102'ye. Bu da həmin misaldandır. 4n plus 10'dan çıxaq 5n plus 7'ni eləyir 2. Burada da eləyir 3 çıxmaq n bərabərdir 2, n bərabərdir 1. İkinci al. 5n plus 7 böyük olsa bundan 4n plus 10'u çıxanda ardıcıl cüt 2 vahid bir o birindən böyükdür. Bu da eləyir n çıxmaq 3. Bərabərdir ki n deyilir 5. Bunların hasılını soruşur da yenə yox ala biləcək qiymətlərin cəmini soruşur. 1'dən 5 toplayırıq, eləyir 6. 102'nin cevabı oldu 6. Geçirik 103'e. X, Y-ə böləndə 8 qaldı 4 salınır. Onda X bərabərdir bölmənin tərifine göre 8 Y üstə gəl 3. Y Z-ə böləndə 5 alınır. 5 Z qalıqda 6. Bu da belə. X ədədinin son rəqəmini tapın. X bərabərdir 8 vurulsun. Y-in qiymətini gətirib qoyaq burada yerinə. Bu da bərabərdir. Mötərizat 40 Z üstə gəl 48. Bu da 3. Bu deyil 40 Z üstə gəlmək 51. 40 Z'in sonuncu rəqəmi 0'dır. Z naturallığa görə 40'a vuranda sonu 0'dır. 0'dan qutanın üstə 51 gələndə sonu 1'dən qutaracaq. Cavab 1. 103'ün cavabı 1'dir. 104. AB 2 rəqəmli ədədinin 3 açıq 2B ədədinə bölünməsini alınan natamam qismət 4'dür. Qalıq isə 2'dir. Onda yenə bölmənin tərifinə görə AB bərabərdir. 3A çıxmaq 2B burasın 4, üstə gəl 2. A plus B cəmini soruşur. Bunu açan deyilir 10A plus B. Bu deyilir 12A çıx 8B üstə gəl 2. Buradan deməli alırıq ki 9B keçdi orada 9B çıx 2A bərabərdir 2. Deməli AB bu şərtləri ödəməlidir. AB B-nin yerinə nə qoyaq? A-dan B rəqəmli də. Buradan belə yazaq onda 9B bərabərdir 2 çıxır mötərizə xaricinə A plus 1. Deməli sol tərəf 9'a bölünür, sağ tərəfdə 9'a bölünməlidir. Onda A plus 1'in 9'a bölünməsi üçün A 8 olmalıdır. A 8 olanda 8'ə 2 16 eləyir. A 8 olanda A plus 1 9 olur. 9'ə 2 18 böləndə 9'ə 2 eləyir. B-də 2 eləyir. A 8 B 2. Başqa rəqəm yoxdur. A-dan bir rəqəm daxil. Bizdən 104 dənə soruşur. A plus B cəmini 8'dən 2'ni toplayırıq 10 eləyir. 104'ün cevabı 10 olur. Geçirik 105'e. 105. Diaqramda natural adədin müxtəlif sadə vurğuları və onların sayı verilib. A bərabərdir
2 vur 3 vur 5. A'dan neçədədir? 3 dənə. 3'dən neçədədir? 7 dənə. 5'ten neçədədir? 4 dənə. Oradan görünür. Onun sadə vurulan sayı da bu. Sadə vurulan sayı. A ədədinin sadə vurğulan hasılı şəkildə yazın və onun sadə vurğulan sayı da bu. Neçələr sadə vurğu var? 2'dən 3'dədir. 3'dən 7'dədir. 5'dən də 4'dədir. Cəmi 14'də sadə vurğu var. 105'dən cavab 14. Keçdik 106'ya. 106'da da həmin qayda ilə olduğundan oxumuram. A bərabərdir 2, 5, 7. 2'dən 3'də, 5'dən 9'a, 7'dən 4 dənə. Sadə vurğuların sayı soruşur. 3, 9, 4 üzərini toplayırsan, bu deyilir 16'dır. 106'nın cevabı 16. Keçək 107. 107'də nədir? Diaqramda ABC NATO ədədlərinin sadə vurğuları və onların sayı verilir. Nisbəti tapılır. A. Tünd qara. 3'dən 6'da. 7'dən 3'də. B. Ortada gələn. 3'dən 4'də. 7'dən 7'də. C. Axırda gələn. 3'dən 5'də. 3'dən 5'lərə. 7'dən 6'da. Əkov böl əbovu soruşur. Əkov yuxarıdadır. Əkov bulan üçünə tapanda üssü böyük olanı. 3'dən 6'da. 7'dən 7'də. Əbov üssü kiçik olan hər ikisində olan. 3'dən 4'lərə. 7'dən 3'də. İxtisar eləyəndə 3 üssü 2. 7 üssü 4. 7 üssü 4 ne çok olur ama. 3 üssü 2, 7 üssü 4. 3 üssü 2, 7 üssü 4. Bu boyda ədəd çətin olar. Bir yerdə baxaq görə nəyə səhv eləmiş. A'da 7'ye baxanda biz 7 çox oldu. 7. A'da 7. 3, 7 A'da. 7, 3'dədir A'da. B'də 7, 7'dədir. C'də 7, 6'dədir. Əbob tapanda, yox aşağıda, yuxarıda həmin düz baxmamışam tamamilə. Tamamilə düz baxmamışam. Niyə? Başqa ədədləri soruşur. Mən 3-cünü tapmışam. Yuxarıda deməli A ilə B ilə çobu soruşur. A ilə B ilə çobu 3, 6'dədir. 7, 7'dədir. Aşağıda B ilə C'nin əbobu soruşur. 3, B ilə C'də 4'dədir. 7, 6'dədir. 3 üssü 6, 3 üssü 4'ə böldü 3 üssü 2, 7 üssü 7, 7 üssü 6, 7. Bu deyil 63. Cevap 63. Cevap 63. 107 getdi. 108 zərbi misaldandır. Deməli A nəyə bərabərdir? 3. A vurğular 3'dən K'dır. 3'dən 6 dənə. 3'dən 6 dənə. 3'dən 6. Deməli diaqramda A və B NATO ədədlərinin müxtəlif sadə vurğuları və onların sayı verilir. Əbub abi 441 varsa K'nı tapın. A 3'dən 6'da, K'dan 2'də. B 3'dən 2'də, K'dan 7'də. Əbub abiyi tapaq. Əbub abi nətər olur onda bu veriləndən əsasən? 3'dən 2 dənə, K'dan 2 dənə. O da verir 441'dir. Bu 3 üssü 2, 9. Onda K kvadrat tapmaq üçün 441'i 9'a böldük. 44'ü 9'a böldük. 4'də 9, 36. 44'ü 9'a böldük. 4'də 9, 5'də 9, 45, 4'də 9, 36, 81. 81'i 9'a böləndə 49 edir. K deyilir 7.
Bizden K soruşur da 7 tapdıq. Cavab 7. Keçdik 109'a. Böyük A və böyük B çoxluğunun elementləri müəyyən sadə ədədlərdir və bu çoxlu elementlərin hasılı uyğun olaraq kiçik A və kiçik B ədədlərinə bərabər olarsa, diaqrama əsasən bu kəsirin qiymətini tapın. Çəkdik kəsir xətti, surətdə A, B-dir, A vur B. A, bu A çoxluğunun sadə bulanı hasilidir. Burada deməli nə var? 3 var, 5 var. Bir de bu ikisine ait olan nöqtələr qoyub. O nöqtələrin hamısının hasilini götürək biz məsəl üçün x-la. Burada nə qədər bu ikisinin kəşməsində elementlər ki var, onlar neçə də olsa, olan hasili x olsun. Sonra B-nin yazmalıyıq dalıca. B-də 7 var, 2 var. Bir də G-də bu ortaq kəşmədə onların da hasilini x götürmüşük. X yenə. EBOB abi. EBOB ortaq vurğularıdır. Ortaq bu ikisinin kəşməsində x. X'in kvadratı. Bu x vur x-la x'in kvadratı getdi. Cavab alındı. 3 vur 5 vur 7 vur 2. 2 ilə 5 10, 7 ilə 21. 210. 20 cavab 210. 109'un cevabı 210. Sonra gəlir 110. 110 da həmin tip misaldır. 110. 5 vur 7 vur x. X vur 11 vur 2. Burada da x'in kvadratı. 2'ye 5 10 77 770. 111. Riyaziyyat fənnindən Gəncə şəhərində keçirilən olimpiyadada Şəkidən 16, Şamaxıdan 24, Bakıda 36 şarjı iştirak edir. Mehmanxanada hər nömrəyə bu şarjdan yalnız birinin, mehmanxanada hər nömrəyə bu şəhərlərin yalnız birinin şagirdlərini və hər birində bərabər sayıda olmaqla yerləşdirmək üçün ən azı neçə nömrə lazımdır? Deməli, hər nömrəyə bu şəhərlərin yalnız birinin, mehmanxanada hər nömrəyə bu şəhərlərin yalnız biri. Onu da EBOB-un tapaq da biz. Bu ədədlər EBOB-un tapaq. 16, 24, 36. 16 ilə 24-də EBOB 8-dir. 8 ilə 36-ya 4-dür. Bunların EBOB-u 4 oldu. Hamısı 4-ə bölünür. 5'e 8 götürək, yox, 8'e 36 bölünür. 36, 4'də EBOB. Yaxşı. Mehmanda hər nömrəyə bu şəhərlərin yalnız birini şarjlayan və hər birində bərabər sayda olmağı yerləşdirmək üçün ən azı neçə nömrə lazımdır? Deməli, hər nömrəyə 4 nəfər, hər nömrəyə 4 nəfər yerləşəcək. Onda Şəkidən gələnlər 16-nı 4-ə bölsün, 4 dənə bunlara otaq lazımdır. Şamaxıdan gələnlərə 24-ü bölsəndə 6 dənə bunlara otaq lazımdır. Bakıdan gələnlərə 36 bölsəndə 9 da bunlara otaq lazımdır. Otaqların sayıdır. Deməli, onda cəmi neçə də otaq oldu? 4, 6, 9. 19 da otaq lazımdır cəmi. Cavab 19. 112. Eni 18 desimetr, uzunluğu 24 desimetr olan düzbucalı formasında divara kvadrat şəklində kapellərdən ən azı neçəsini itiksiz düzmək olar. EBOB-un tapaq. On 18, 24. Ulan EBOB elədi 6. Divar bir tərəfi 18, bir tərəfi 24. Kvadrat şəklində. Deməli, eni 18, uzun 24 olan düzbucalı formasının kvadratda olan divara kvadrat şəklində kapel. Kvadratın tərəfi 6 olmalıdır. 18'i 6'ya böləndə 3 dənə, 24'ü 6'ya böləndə 4 dənə. Yəni düzbucalı belə deyib, belə.
18 buradır. Bu tərəf. Bura 3 dənə beləsinə gedir. 24 də uzunudur. 24'ü də 4 dənə də beləsinə gedir. Cəmi onda KP'lərin sayı ne olacaq? 3 vur 4, 12'də. Bunlar hamısı 6, 6, 6'dır. Burada 6, 6, 6, 6, 6'dır. Deməli, bu kvadratdan 12'dədir. Cavab 12. 113. Sonuncu.